Salam müəllimlər, hər vaxtınız xeyir olsun. İnşallah hər biriniz yaxşısınız. Bugünkü dərsimiz qiymətləndirmə ilə bağlıdır. Biz qiymətləndirmənin həm məktəb daxili, həm də digər növlərindən ətraflı danışacağıq. Gəlin keçid alaq slaydımız üzrə izaha. Birinci başlayırıq qiymətləndirmənin prinsiplərindən müəllimlər. Ümumiyyətlə Azərbaycan Respublikasının qiymətləndirmə konsepsiyası var ki, biz bir müəllim olaraq həmin konsepsiya nəzdində məktəbdəki qiymətləndirməni aparmalıyıq doğru düzgün bir şəkildə və konsepsiyamız internetdə var. Qiymətləndirmə konsepsiyası yazıb tanış ola bilərsiniz. Konsepsiyamızda qiymətləndirməyə dövlətin qoyduğu tələblər, prinsiplər var ki, qiymətləndirmə fərqi yoxdur. İstər diaqnostik, istər summativ, istər formativ. Validlik prinsipinə, etibarlılıq prinsipinə, şəffaflıq, obyektivlik, qarşılıqlı əməkdaşlıq prinsipinə mütləq cavab verməlidir. Qarşılıqlı əməkdaşlıq odur ki, misal üçün elə müəllim var ki, summativi işlədir, nəticəsini uşaqlara deyir. Bununla da prosesi yekunlaşdırır. Yəni orada uşaqların çətinliyi nə oldu, zəif tərəflər nə oldu, bu müzakirə edilmir. Bunun üzərində işlənilmir. Burada artıq qarşılıqlı əməkdaşlıq prinsipi pozulur. Qiymətləndirmə təkcə formal xarakter daşımalı deyil. Müəllim uşağı istiqamətləndirməli, əks əlaqə qurmalı, inkişafa aparmalıdır. Obyektivlik nədir? Şəffaflıqla obyektivlik bir-birinə çox bənzədilsə də, qarışdırılsa da əslində fərqli-fərqlidir. Şəffaflıq odur ki, misal üçün qiymətləndirmə prosesində uşaqlar əgər köçürüb qiymət alırlarsa, burada şəffaflıq pozulur. Obyektivlik odur ki, uşaq, bu mənim direktorumun nəvəsidir, 3-ə yazıb, eyb yoxdur, qiymətini düzəldim, 5 elim. Obyektivlik pozulur. Obyektiv odur ki, şagirdin real olaraq nədirsə nəticəsi, o öz əksini tapmalıdır. Onun qiymətində şəffaflıq isə həm də mühit cəhətdən də doğru düzgün qiymətləndirməyi nəzərdə tutur. Validliklə etibarlılığı isə daha ətraflı öyrənirik. Çünki adətən imtahandakı situasiyalarda biz bu iki prinsipi rast gəlmiş oluruq. Aparılan qiymətləndirmənin təlim nəticələrinə, məzmuna uyğun olması. Yəni, bugünkü dərsimin təlim nəticəsi, misal üçün deyirəm, şagirdlərin perimetr düsturundan istifadə etməklə müxtəlif əşyaların, müxtəlif obyektlərin perimetrini hesablamasıdır. Mən dərsdə perimetr üzrə işi qoyuram bir kənarda. Uşaqların intonasiyasına görə onları qiymətləndirirəm. Nə bilim, vurma cədvəlini bilmirsən 2. Götürüb gündəliyinə yazıram, vurma cədvəlini bilmir. Yəni, bu artıq validlik prinsipini mən pozmağım deməkdir. Çünki sən dərsin təlim nəticəsində hədəf olaraq, məqsəd olaraq nəyi qoymusansa, həmin dərs üzrə şagirdlə o verdiyin rəy, o əks əlaqə, o istiqamətləndirmə, tapşırıqlar, görülən işlər, hamısı bununla bağlı olmalıdır. Bax, validlik bu deməkdir. Yaxud da summativdə bölmənin sonu çatıb, müəllim 20 sualdan ibarət kiçik summativ qiymətləndirmə tərtib edib, amma bölmə ərzində keçirilən mövzulardan başqa keçirilməyən 1-2 mövzudan da orada sual var. Yenə də burada validlik pozulur. Validlik odur ki, nəyi keçmirsənsə, nəyi keçirsənsə, ona uyğun qiymətləndir. Etibarlılıq prinsipi nə deməkdir? Tərifinə baxaq, qiymətləndirmə nəticələrindəkidir, davamlılıqdır. Uşaq bir test tapşırığını ilin əvvəlində işləyib 80 bal alıbsa, üstündən bir ay keçib, işləyib 50 bal toplayırsa eyni tapşırıqdan, deməli birinci dəfə ya kimdənsə köçürüb, düzgün aparılmayıb, etibarlı aparılmayıb. Etibarlılıq odur ki, o uşağın nəticəsi eyni tapşırıq, eyni test üzrə azalmaz, arta bilər, tamam. Amma bir-birinə üst-üstə düşməlidir, yaxın faiz olmalıdır, düzgünlük faizi. Etibarlılıq da bu deməkdir. Qiymətləndirmənin növləri. Qiymətləndirmənin yekun attestasiya növü var, yəni 9-cu sinifdəki buraxılış imtahanı, 11-ci sinifdəki buraxılış imtahanı, bunu dövlət təşkil edir. Biz müəllimlərə bunun aidiyyatı yoxdur, yəni məktəb daxili deyil. Məktəb daxili olan qiymətləndirmə diaqnostik, formativ, summativdir.
Bundan əlavə ölkədə milli qiymətləndirmələr, beynəlxalq qiymətləndirmələr və vaxtaşırı monitorinq tipli qiymətləndirmələr də həyata keçirilir. Milli qiymətləndirməyə açar söz olaraq keyfiyyət ifadəsini aid edə bilərik. Beynəlxalq qiymətləndirməyə açar söz olaraq ölkələr ifadəsini qeyd edə bilərik. Milli qiymətləndirmə odur ki, ölkədəki müxtəlif fənlərin keyfiyyət səviyyəsi, fən kurikulumlarının keyfiyyət səviyyəsini dövlət ölçür. Yəni, bunun uşağın akademik nəticəsinə heç bir nə mənfi, nə müsbət təsiri yoxdur. Tutaq ki, 3 ildən bir, 4 ildən bir, 5 ildən bir keçirilir və öncədən Nazirlik tərəfindən elan olunur ki, tutaq ki, bu il may ayında həyat bilgisindən, təbiət fənnindən, tarix fənnindən milli qiymətləndirmə keçiriləcək. Yəni, baxın görüm, şagirdlərin bu üzrə nəticələri necədir? Bu fən kurikulumları nə dərəcədə işə yarayır? Nəticələr zəif olarsa, həmin fən kurikulumları təkmilləşdirilir. Beynəlxalq qiymətləndirmə eyni funksiyaya sahibdir. O da 3 ildən bir, 4 ildən bir, 5 ildən bir müxtəlif proqramlar üzrə keçirilir. Uşağın yenə də akademik nəticəsinə heç bir nə müsbət, nə mənfi təsiri yoxdur. Dövlət keçirilir və o nəticələri beynəlxalq arenada digər ölkələrlə müqayisə eləyir. Hər ikisinin də xidməti budur ki, ölkə üzrə təhsil daha da inkişaf eləsin. Və beynəlxalq qiymətləndirmənin TIMSS, PIRLS, PISA qiymətləndirmə proqramları var. Axırda baxacaq onlara ətraflı. Məktəb daxili diaqnostik, formativ, summativ qiymətləndirmələrdən ibarətdir və summativ özü də kiçik summativ, böyük summativ qiymətləndirməyə ayrılır. Başlayaq birinci diaqnostik qiymətləndirmədən. Bizə imtahanda suallar adətən %98% məktəb daxilidən düşür. Diaqnostikdən, formativdən, summativdən. Hətta elə seans olur ki, 2 dənə sual düşür. Biri formativlə bağlı, biri diaqnostiklə bağlı. Belə o qədər də çətin yox, elə test bankının sualları tipində olur. Misal üçün, verir variantları, bunlardan biri diaqnostika aid deyil. Görürsən ki, 4-ə aiddir, biri formativə aiddir. Rahat seçə bilirsən. Diaqnostik, ümumiyyətlə, birinci bunu deyim ki, hər üç məktəb daxili qiymətləndirmə rəsmi qiymətləndirmə hesab olunur. Əvvəllər deyirdilər ki, diaqnostik rəsmi deyil, formativ rəsmi deyil. İndi o cümlə artıq yığışdırılıb, elə bir şey yoxdur. Sadəcə rəsmi sənədləşmədə summativin nəticəsi qeyd olunur, bunların nəticəsi yox. Amma o demək deyil ki, bunlar rəsmi qiymətləndirmə deyil, xeyr. Diaqnostik qiymətləndirmə mahiyyəti haqqında danışaq. Diaqnostik qiymətləndirmə şagirdin akademik nəticəsinə heç bir təsiri yoxdur. Müəllimin özü üçün uşaqları tanıması, uşaqlar haqqında detallı məlumat əldə etməsi üçün həyata keçirdiyi bir diaqnostikadır. Tutaq ki, müəllim bu sinifə hələ təzə dərs deyəcək, ilin əvvəlidir. Uşaqları birinci tanımalıdır da, görüm kim hansı öyrənmə tərzinə sahibdir, kim hansı zəkaya, kim hansı xarakterə, qarşıda keçəcəyimiz mövzular haqqında uşaqların özü hələ mən dərsləri keçməmişdən öncə hansı məlumata sahibdirlər, nəyi bilirlər, nəyi bilmirlər. Bax, beləcə uşaqlardakı mövcud bilik, hələ mən keçməmişəm o dərsi, mövcud bilikləri üzə çıxarmaq xarakteri daşıyır. Diaqnostik qiymətləndirmənin nəticəsi də heç bir rəsmi mənbədə qeyd olunmur. Əgər yazılı keçirmişiksə, uşağın qovluğuna, portfelyosuna nəticəsini qoya bilərik. Rəhbərlik tələb elədikdə ümumi faiz hesabatı ilə, misal üçün, qarşıda keçəcəyimiz filan mövzularla bağlı suallar əks olunmuşdu, filan psixoloji suallar var idi. Sinifin filan faizi, filan suallarda çətinlik çəkdiyi üçün növbəti dərslərdə bunu nəzərə alacaq. Yəni, bu şəkildə qısa, konkret hesabat xarakterli rəhbərliyə təqdim eləyə bilirik müəllimlər. Yeni dərsinin əvvəlində, yarım illərin əvvəlində, bölmənin əvvəlində, mövzudan əvvəl də diaqnostik edib sonra mövzuya keçə bilirik. Uşaqlar gəlib məktəbimizə, sinif dəyişiblər. Bax, o zaman diaqnostikanı həyata keçirmək faydalıdır ki, müəllim tanısın, mövcud ehtiyacları öyrənsin ki, qarşıda dərsləri ona görə planlaşdırsın. Yəni, bu nəticəsi uşağın məktəbli kitabcasında yazılmır. Uşaqla müzakirə olunmur. Çünki bunları biz qarşıda hələ keçəcəyik. Bəzən müəllimlər səhv edirlər. Götürüb, keçən il keçdikləri ilə bağlı tədris ilinin əvvəlində suallar qoyub diaqnostik aparırlar. O, keçmiş biliyi ölçür. Onun faydası yoxdur. Tamamilə yanlışdır. Ötən ildəkilərlə bağlı yox. Qarşıda nələri keçəcəksənsə,
Onunla bağlı sən suallar. Bəzən müəllimlər deyir ki, ay mənim uşaqlar elə onu bilmir axı, səhv. Eybi yoxdur, qoy 0 bal toplasınlar. Ən azından sən özün informasiyalanmaq üçün bunu keçirdirsən. Sən biləcəksən ki, 0-dır da uşaqlar. Deməli, sən dərsləri detallı tədris eləməlisən qarşıda. 0-dan başlayaraq tədris eləməlisən. Bu məlumata sahib olsan. Sənin üçün barometr rolunu oynayır bu. Güclü, zəif tərəflərini bilirsən artıq uşaqların qarşıda keçəcəklərinlə bağlı. Biliklərinin mövcud vəziyyətini üzə çıxardırsan. Hələ o biliyi sən onlara verməmsən, özləri bu barədə hansı məlumata sahiblər, bunu öyrənmiş olursan, tanıyırsan şagirdlərini. İlkin qiymətləndirmədir. Çünki hələ heç nə tədris eləməmsən, öncədən qiymətləndirmə ilə başlayırsan. Dərsi planlaşdırmağına kömək eləyir. Ki, misal üçün görsən ki, filan mövzularda uşaqların müəyyən qədər məlumatı var, filan mövzu haqqında yox. Artıq sən planlaşmanda o mövzuya daha çox yer ayıracaqsan. Tədrisi gələcək dərslərini, yəni effektiv qurmağa xidmət eləyir, fərdləşməyə, diferensiallaşmaya xidmət eləyir. Bilirsiniz niyə? Artıq üzə çıxır ki, hansı şagirdin zəif tərəfi, güclü tərəfi nədir? Onların fərdi ehtiyaclarını öyrənmiş olursan deyə sən dərslərini diferensial qura bilirsən. Bax, D. Diferensiallıq diaqnostika xas xüsusiyyətdə, o birilərdə yoxdur. Risk təşkil eləmir uşaqlar üçün. Çünki nə yarım illiklərinə, nə illiklərinə işlənilmir. İstəyir 0 balla işləsin uşaq. Heç bir maneə yaratmır uşağa. İlkin biliklərini özümüzün yoxlamağımız üçün bir qiymətləndirmədir. Nəticəsi haqqında da bunu danışdıq artıq. Bir də belə bir şey var. Testlərdə çıxır qarşınıza, deyir, diaqnostiki müəllim keçirib. Qarşıda onu bir də uşaqlara işlədirsə, bu yenə də diaqnostika anlamına gəlir, xeyr. Sadəcə bunu tədris ilinin əvvəlində işlətdik uşaqlara. İndi üstdən biraz keçdi, o mövzuları artıq tədris eləmişəm axı. Təzədən bir də verim işləsinlər. Görüm irəliləyiş var, yoxsa yox. Bu sadəcə irəliləyişi izləməyim üçündür. Təzədən bir də diaqnostik keçirməyim anlamına gəlmir müəllimlər. Yazılı olması da şərt deyil. Sən bunu şifahi də eləyə bilərsən. Tədris ilinin əvvəlində 45 dəqiqəni buna sərf eləməyə ehtiyac yoxdur. Dərsin bir 10-15 dəqiqəsini diaqnostikaya sərf edib, qalan vaxtda sən mövzunu da tədris eləyə bilərsən. Vasitələri nələrdir? Tapşırıq verməklə, bu şifahi tapşırıq ola bilər, bu yazılı tapşırıq ola bilər, sorğular vasitəsilə, yəni sual-cavab vasitəsilə. Dərsin həm əvvəlində diaqnostika xarakteri daşıyır, həm sonunda formativ xarakteri, refleksiya xarakteri daşıyır. Klasterdən biz diaqnostika eləyə bilərik, görüm bu mövzunu keçəcəm, uşaqlar bu haqda nələri bilirlər, şaxələndirəcəm. Müzakirə vasitəsilə, uşaqlarla müsahibə, yəni qarşılıqlı dialoq vasitəsilə, onları müşahidə etməyimlə mən onların haqqında ətraflı məlumata sahib ola bilərəm. Bu, mən onları diaqnostika etməyim anlamına gəlir. Deyəcəksiniz, müəllimə, psixoloji, qoy formativə hələ keçməyək. Amma psixoloji suallar da olur da bunun içərisində. Onlar nədir? Psixoloji suallar, misal üçün, orada qoyuram ki, sən mövzu haqqında çətinlik çəkəndə daha çox aşağıdakılardan hansını eləyirsən? Yoldaşınla müzakirə edirsən, kitabdan təzədən həmin hissəni bir də oxuyursan, yaxud da müəllimin video izahını açıb yenidən baxırsan, artıq o hansı variantı işarə edəcək? Mən biləcəm ki, o ideal öyrənmə tərzinə mi sahibdir, oxuyub yazaraq öyrənmə tərzinə mi sahibdir? Yəni, onun öyrənmə tərzini, xarakter tipini, zəka növünü ki, məntiqi riyazidirmi, verbal lingvistikdirmi? Bax, bunu tanımağım üçün, bunu üzə çıxarmaq üçün belə suallar da qoymaq əlverişlidir. Ancaq dərslə bağlı olmur ki, orada. Formativ qiymətləndirmə. Diaqnostikdə bildik. İstər şifahi, istər yazılı, 5-10 dəqiqə olsa kifayətdir. Əsas mən uşaqları tanıyım, mənim üçün önəmlidir. Şagird üçün, belə deyək də, akademik nəticəsinə təsir etmədiyi üçün önəm daşımır o qədər də. Mən özüm üçün onu həyata keçirirəm ki, tanıyım uşaqları. Qarşıdakı dərsləri məhz ona görə qurum, diferensiallaşdırım dərslərimi. Tamam mı? Formativ qiymətləndirmə isə diaqnostikdəki kimi burada da qiymət yazılmır uşağa. Bu, uşağı inkişaf etdirmək üçündür. Proses boyunca, dərs boyunca 45 dəqiqə akademik dərs saatı ərzində uşağın çətinliyi nədir? Yoxlayıram, bilirəm, formativdir bu artıq. Ona uyğun əks əlaqə qururlar, ona aid mən istiqamət verirəm, gələcəyə yönəldirəm həmin şagirdi.
səhvini düzəltməsi üçün bir şərait yaradıram, imkan yaradıram. Bu gün sən 5, bu gün sən 80 bal. Belə bir şey yoxdur. Bal, qiymət, kəmiyyət ancaq summativ qiymətləndirmədir və summativ yekunlaşdırıcı xarakter daşıyıb uşağın qiymətinin sənədləşməsinə imkan yaradır. Formativdə isə gündəlik olaraq mən mövzunu mənimsədirəm, dərsin məqsədinə çatmalarına kömək edirəm formativ vasitəsilə. Öyrədici bir qiymətləndirmədir. Uşağı izləyən, inkişaf etdirən bir qiymətləndirmədir. İ hərflərini biz burada görürük. Adı qiymət olsa da qiymət vermirik əslində biz burada. İstiqamət veririk, rəy bildiririk, inkişaf etdiririk. İ hərflərini burada görəcəksiniz. Bax, izləmək, inkişaf etdirmək, irəli aparmaq, istiqamətləndirmək hamısı formativə aiddir. Fəaliyyətin izləyir uşağın, inkişaf etdirir, çətinlikləri zaten diaqnostikdə də müəyyən edirik, burada da. Bax, bu qarşısına 2 yazıram. Yəni, həm diaqnostikin, həm bunun ikisinin ortaq xüsusiyyətidir. Təlim səviyyəsi müəyyənləşir uşağın ki, görün bu dərsi, misal üçün qiymətləndirməni keçdim. Görün nə dərəcədə bilirsiniz, bilmirsiniz. Sizin test nəticənizə, sınaq nəticənizə baxıb tapşırıq verməklə mən bunu ölçə bilirəm. Formativ qiymətləndirmədir. Ölçmək deməyək də izləyə bilirəm. Ölçmək daha çox summativə aid bir ifadədir. Uşağı irəli aparmaq, gələcəyə yönəltmək və tədrisi düzgün istiqamətləndirmək. Buna da 2 yazıram. Çünki diaqnostik də bu xüsusiyyəti daşıyır. Formativ də bu xüsusiyyəti daşıyır. Hətta axırıncı imtahanda MİQ-in suallarından biri bu idi. Deyir, aşağıda verilənlərdən həm formativin, həm diaqnostikin ortaq xüsusiyyətini tapın. Bax, bu düşmüşdür. Tədrisi düzgün istiqamətləndirmək. Bəziləri iyini görüb demişdi, bu formativdə axı, xeyr, diaqnostikdə axı biz tanıdıq uşaqları, gələcək dərslərimizi ona uyğun planlaşdırırıq da, o da tədrisi istiqamətləndirir, effektiv qurur. Tədrisi tənzimləmək, effektiv qurmaq, yəni sinonim cümlələrdir də ikisinin də xüsusiyyətidir. Ondan sonra məzmunu mənimsədən formativdir, uşağı hədəfə məqsədə çatdıran formativdir, rəylər nəzərə alınır, formativdə, summativdə rəy nəzərə alınmır. Dərs boyu aparılır, formativdir, davamlı aparılır, formativdir. Yəni, gündəlik, misal üçün, şərt deyil dərsin axırında qiymətləndirmək mən uşağı. Dərsin əvvəlində olunur, amma dərs boyunca və dərsin sonunda. Uşaq, misal üçün, tapşırıq işləyir, dərsin ortasındayıq, tutaq ki, 25-ci dəqiqəsindəyik. O tapşırıqda baxıram ki, səhv gedir gedişatı. Deyirəm ki, diqqətli ol, bax, səncə sənin səhvin nədədir? Artıq mən əks əlaqə qururam, istiqamət verirəm, deməli, mən formativ qiymətləndirməyi həyata keçirmiş oluram. Yaxud da ki, müşahidə edirəm, görüm, əməkdaşlıq eləyirlərmi qrup daxilində, yoxsa kimsə kənarda qalıbmı? Mənim sadəcə müşahidə etməyim belə, mən onları formativ qiymətləndirməyim anlamına gəlir. Yaxud da rəy bildirirəm ki, bax, filan üsuldan istifadə etsək necə olar səncə? Hələ dərsin axırına var bir xeyli. Amma mən yenə də əks əlaqə qururam, istiqamət verirəm, rəy bildirirəm. Formativ qiymətləndirmə anlamına gəlir. Formativ qiymətləndirmə gündəlik qiymətləndirmədir. Hər dərs davamlı aparılır, davamlı. Bəs necə qeyd olunur? Şagirdin məktəbli kitabçasında, gündəlik deyirik ya, onun adı əslində məktəbli kitabçasıdır. Və müəllimin özünün bir formativ jurnalı olur ki, artıq məktəb rəhbərliyindən asılıdır. Bəzi məktəb rəhbərliyi tələb edir, bəzi məktəb rəhbərliyi tələb eləmir. Siz də ağa nə deyirsə onunla razılaşmalısınız. Eyni zamanda da heç tələb eləməsə belə sizdən, sizin özünüz üçün o çox effektivdir. Sabah bir valideynlə fərdi söhbət eləyəndə alırsan o dəftəri əlinə, deyirsən, bax, ailəm filan dərsdə filan şeyi bacarırdı, indi onu biraz da artırıbdır. Çünki sən orada gündəlik uşaqlar haqqında özün başa düşəcəyin tərzdə qeydlər aparırsan. Orada gündəlik uşaqlar haqqında qeydlər apara bilərsən. Formativ jurnalında, məktəbli kitabcasında da bəzən müəllimlər səhv edirlər. Götürür, misal üçün, Azərbaycan dili müəllimi yazır yaxşı. Nə bilim, riyaziyyat müəllimi götürüb yazır mənimsəyib. Canlarını qurtarmaq üçün, başlarından eləmək üçün qısa konkret yazırlar. Nə bilim, biri yazır 4-cü səviyyə tarix müəllimi. Bunların hamısı səhvdir. Çünki formativ qiymətləndirmə rəy ilə qiymətləndirmədir. Sən uşağın məktəbli kitabcasında rəy yazmalısan. Mənimsəyib, yaxşı, pis, 4, 3, belə rum rəqəmi. Bunların hamısı yanlışdır. Misal üçün nə yaza bilərik?
dərsimizin təlim nəticəsi nədir? Misal üçün, düsturdan istifadə edib perimetri hesablamaq. Düzdür, ona uyğun rəy bildirməlisən. Səviyyələrə uyğun da bildirə bilərsən. Misal üçün, uşaq sadəcə düsturu bilir, birinci səviyyə. Uşaq düsturun mənasını açıqlaya bilir, ikinci səviyyə. Düsturdan istifadə edib tapşırıqları yerinə yetirir, üçüncü səviyyə. Düstura əsasən yeni tapşırıqlar da tərtib edir, dördüncü səviyyə. Bax, bu şəkildə sənin məktəb kitabçasında yazırsan. Düsturu söyləyir. Yaxud da düstura əsasən tapşırıqları həll edir. Bu şəkildə. Yəni, artıq məktəbli kitabçalarımız da yenilənib. Təzə məktəbli kitabçalarında uzun bir yer də qoyulub. Ay, mənim yer yoxdur, yerimiz çatmır, problemi yoxdur artıq. Başa düşdüyümü? Rəylə. Formativ qiymətləndirmə. Müsahibənin sualı da, hamını müsahibədə burada sıxışdırırlar. Deyir, məktəbli kitabçasında meyarla qiymətləndirir, yoxsa rəylə? Düz cavab budur, rəylə. Çünki rəydə istiqamət də veririk biz uşağa. Meyarda istiqamət yoxdur. Və məktəbli kitabçası müəllimlər valideynlə əlaqə yaratmağımız üçündür. Yəni, valideyn bilsin ki, bugün bu uşaq sinifdə nə işlə məşğul olub, nə edib. Zaten biz onun daha ətraflı formasını şifahi şəkildə dərsdə uşağa rəy bildiririk, əks əlaqə qururuq proses boyunca. Yəni, hər dərsdə bütün uşaqların məktəbli kitabçasında yazılmağa ehtiyac yoxdur. Hər dərs 5-6, uzağı 7 nəfərin kitabçasına qeydiyyat aparıb, növbəti dərslərdə mərhələli prosesi davam etdirə bilirik. Vasitələri çoxdur formativ qiymətləndirmə üsulları, amma əsas ən çox biz testlərdə bunlarla rastlaşırıq. Müşahidə, müzakirə, refleksiya şagirdin özünü qiymətləndirməsinə aiddir. Bu, çıxış biletidir, misal üçün 3-2-1-dir, cümlə kökləridir, bunlar refleksiya üsullardır, şagird jurnalıdır. BİBÖ dedik ki, həm diaqnostikin, həm formativin xarakterini daşıyan bir strategiyadır. Düşün, paylaş, bölüş, doğru-yanlış fikirlər, rubrik, tapşırıq vermə, yoldaş qiymətləndirməsi, özünü qiymətləndirmə, var ya, çoxdur, işıq var falan filan. Əsas bunları bilsək bizim üçün kifayətdir. Və sual düşmüşdü, misal üçün, axırıncı imtihanda deyir, hansı üsul həm diaqnostikin, həm formativin ortaq üsuludur? Tapşırıq vermə, ikisində də var. Müşahidə ikisində də var, müzakirə ikisində də var. Sual-cavab, sorğu, hanı sorğu? Yoxdur burada. İkisində də var, həm formativdə, həm diaqnostikdə. Qalanı, bunlar isə sırf formativə aiddir. Hətta tapşırıq vermə üçündə də var, summativdə də var. Formativ qiymətləndirmənin vacib xüsusiyyətləri. 1. Dərsin məqsədində nədirsə, ona uyğun rəy bildirməlisən uşağa. Dərsin məqsədini bir kənara qoyub ki, bunun düsturu əzbər söyləməsindən rəy bildirsən, bu səhvdir. Bayaq baxdıq, uyğunluq prinsipinin pozulmasına gətirib çıxarır. Qiymətləndirmə meyarları olmalıdır hər dərs üçün. Yəni, öncədən uşaqlara bildirilməlidir. Dərsin məqsədi də, meyarlardır. Uşaq bilməlidir ki, bu dərsdə hansı təlim nəticəsinə çatacam, bu dərsdə mən nəyə əsasən, hansı meyara görə qiymətləndiriləcəm, məsələ həll etməmə görəmi, düsturu izah edə bilməyimə görəmi, təzə məsələ tərtib etməyimə görəmi, bu meyar da məqsədlə birbaşa bağlı olmalıdır. Effektiv əks əlaqə qurulmalıdır uşaqlarla. Əks əlaqənin birazdan biz növlərinə baxacaq. Uşağa faydalı bir rəy vermək lazımdır. Davamlı müşahidə bacarığı olmalıdır müəllimin. Bu həm də onun fasilitator bacarıqlarından biridir. Müşahidə etməsək düzgün qiymətləndirə bilmərik. Müşahidə var formal, var qeyri-formal müşahidə. Formal müşahidə odur ki, sən qeydiyyat götürərək müşahidə aparırsan. Misal üçün, nəzərdə tutmuşsan ki, bugün Aylin, Əli, Vəli, bunları xüsusi olaraq qeydiyyat götürəcəm filan bacarıqları üzrə. Qarşında bir qeyd vərəq olur, baxırsan, müşahidə edirsən, nəzər yetirirsən, tutaq ki, əməkdaşlıq eləyirmi, eləyir, bir işarə qoyursan, əməkdaşlıq etmirmi, bir işarə qoyursan, bu şəkildə nəzərdə tutduğun şagirdləri xüsusən müşahidə altına almış olursan. Qeyri-formal isə xüsusi olaraq hansısa uşaqları nəzərdə tutmamısan, ümumi baxırsan da sinifə göz gəzdirirsən, görüm kim nə işlə məşğuldur, qruplar tapşırıqları yerinə yetirirlərmi? Bunu öncədən planlaşdırırsan, bu isə elə hər dərs ki bizim
fəaliyyətimizdir. Xüsusi planlaşdırmağa, qeyd götürməyə ehtiyac yoxdur. Rubrik var, tapşırığa əsaslanan rubrik var, ümumi rubrik. Ümumi rubriklər misal üçün qrup işləri ilə bağlı, esseləri yoxlamağımızla bağlı ola bilər, məsələ həll etməni yoxlamaqla bağlı ola bilər ki, bunu hər dərs biz istifadə edə bilirik. Təzədən yazmağa, təzədən plakat şəklində hazırlamağa ehtiyac yoxdur. Tapşırığa əsaslanan rubriklər isə konkret olaraq sırf o tapşırıq üçün nəzərdə tutulub. Onu da biz başqa tapşırıqda istifadə edə bilmirik, çünki onun meyarları o tapşırığa uyğundur. Artıq onu hər dərs təzədən yazmaq məcburiyyətindəyik. Və tapşırığa əsaslanan rubriklər eyni məqsədli tapşırıqlarda bəli istifadə olunur, amma başqa məqsədli tapşırıq üçün bizim əlimizdən tutmur. Analitik var, holistik rubrik var. Analitik rubrik uşağın sadəcə bir dənə fəaliyyətini, misal üçün sadəcə məsələ həll etməsini rubriklə qiymətləndirirəm. Holistik rubrik bir fəaliyyəti yox, bir neçə fəaliyyətini, misal üçün həm məsələ həll etmə meyarı üzrə, həm düsturu izah etmə meyarı üzrə, həm məsələ tərtib etmə meyarı üzrə hamısını bir yerdə rubrik daxilində qiymətləndirirəm. Bu daha sürətli qiymətləndirmədir. Amma şagird haqqında bizə daha ətraflı, daha detallı, daha dəqiq məlumat verən analitik rubrikdir. Bu biraz qarşılamalaşadır, sürət belə deyək də, vaxt baxımından sərfəlidir, amma dəqiqlik baxımından analitik sərfəlidir. Biri var ki, qarşılamalaşa hamısını bir yerdə qiymətləndirəsən, biri var konkret bir fəaliyyəti detallı qiymətləndirəsən. Hansı daha çox məlumata sahib olmağınıza imkan verər? Uşaq haqqında dəqiq məlumata, spesifik analitik rubrik. Bunların işçilərin nümunəyə baxacaq və rubriklərin 3 hissəsi var. Rubrikin meyarı var, rubrikin keyfiyyət səviyyəsinin təsviri. O demək deyil, hər dərs müəllim rubrik istifadə etməlidir. Xeyr, sən dərsdə rubrik yox, sual-cavabla yoxlayarsan uşaqları, tapşırıqla yoxlayarsan uşaqları. Yəni, hər dərs rubrik olması məcbur deyil. Analitik rubrik nümunəsi qoymuşam burada. Kitabımızda da var bir çox nümunələr. Analitikdə nə dedik? Sadəcə bir fəaliyyəti, misal üçün, məsələ həll etmə meyarı üzrə səviyyələrin təsviri var. Görürsünüz, burada sadəcə bir meyar, uşağın məsələni həll etməsini qiymətləndiririk, bir fəaliyyətini. Deməli, bir fəaliyyət isə analitikdir. Yox, çox fəaliyyət olsa holistik. Dedik, 3 hissəsi var da rubrikin. Meyar, bax, meyar budur, məsələ həll etmə. Səviyyələr budur, 1, 2, 3, 4 səviyyə. Səviyyələrin təsviri budur, bax, bu cümlələr. 3 hissədən ibarətdir rubrik. Misal üçün, birinci səviyyə sadəcə düstura əsasən məsələdə irəliləyir. İkinci səviyyə düsturu tətbiq etməklə məsələni həll edir, sadəcə irəliləmir, nəticəni də əldə eləmiş olur. Üçüncü səviyyəli şagird məsələni digər üsullarla da həll edə bilir, təkcə düsturla yox. Dördüncü səviyyə mövzuya dair məsələləri bir çox üsulla səhvsiz həll edir, verilənlərə aid hətta məsələ belə tərtib etməyi bacarır. Buradan belə nəticə çıxardırıq ki, birinci səviyyəli şagird ən zəif nəticəsi olan, dördüncü səviyyəli şagird dərs prosesində ən yüksək nəticəsi olan şagirddir. Rəy bildirəndə də biz buna əsasən rəy bildirə bilərik. Misal üçün, düsturda irəliləyirsən, amma nəticəyə çata bilmirsən. Nəticəni əldə etmək üçün düsturu yadına salaraq rəqəmləri yerinə qoy və daha diqqətli ol. Rəylərimizi verib uşağın səhvini düzəltməsi üçün istiqamət veririk də biz ona ki, gələcəyə yönəlsin, səhvlərini özü aradan qaldırsın, inkişafa çatmış olsun. Anladıq mı? Holistik rubrik. Burada artıq bir fəaliyyət yox. Essenin quruluşu, məzmunu, qrammatikası üzrə meyarlarımız verilibdir. Burada bir yox, 3 fərqli meyar. Uşağın həm quruluş, məzmun, həm də qrammatika bacarıqlarını qiymətləndirən. Bayaqdan bir fəaliyyət idi, burada 3 fəaliyyətini. Yenə də bu meyarlarımızdır bizim, bu səviyyələrimiz, bu səviyyələrin təsviridir. Burada artıq çox fəaliyyət olduğu üçün buna biz holistik rubrik deyirik. Əks əlaqənin növləri. Yəni, uşaqlara verilən rəylərin növləri. Əvvəllər ancaq effektiv rəylər var idi. Sonradan bu genişləndirildi. Bura digər rəylər də əlavə olundu. Korrektiv edici rəylər var, təsviri əks əlaqə var, konstruktiv əks əlaqə var, motiv edici əks əlaqə var. Korrektiv edici əks əlaqə odur ki, uşağın səhvlərini düzəldirik, düzəliş edirik, korrekt edirik. Təsviri əks əlaqə sadəcə səhvini düzünü bildiririk, da əlavə müdaxilə eləmirik. Konstruktiv əks əlaqə daha faydalıdır, daha effektivdir, çünki daha genişdir.
Həm səhvini düzünü təsvir edirik, həm də düzəltməsi üçün istiqamət veririk biz şagird üçün. Gələcəyə yönəltmiş oluruq ki, öz səhvini arada qalırsa, bu baxımdan daha effektiv hesab olunur. Motivə edici əks əlaqə isə uşağa ürək-dirək vermək, psixoloji dəstək vermək. Misal üçün, qapalı düşüncəli uşaqda deyir, mən bu heç vaxt bacarmayacağam. Sana açıq düşüncəyə yönəldirsən, ona psixoloji dəstək olursan, motivasiya verirsən. Bu motivə edici əks əlaqə hesab olunur. Rəylərin verilməsi, konstruktiv, effektiv əks əlaqə və biri də var, destruktiv, dağıdıcı, effektiv olmayan, effektiv faydalı deməkdir. Bu faydalıdır uşaq üçün, bu isə faydasızdır uşaq üçün. Biz bundan qaçmalıyıq, konstruktivliyə üst tutmalıyıq. Konstruktiv, effektiv əks əlaqə gələcəyə yönümlü olmalıdır uşaq üçün. İdraki fəaliyyəti ilə bağlı olmalıdır, spesifik, dəqiq olmalıdır. Yəni, ümumi isə konstruktiv deyil, budur, destruktivdir. İdraki fəaliyyətlə bağlı yox, emosiyalarla bağlıdırsa bizim rəyimiz, konstruktiv deyil, destruktivdir, faydasızdır. Gələcəyə yönümlü yox, keçmişə yönümlüdürsə bizim rəyimiz, konstruktiv yox, destruktivdir, dağıdıcıdır, uşaq üçün faydasızdır. Hamısını nümunə deyəcəm. Misal üçün, uşağa deyirəm ki, bunu keçmişdik biz, gərək burada səhv eləməzdin. Səhvi ilə bağlı istiqamət varmı? Yox. Bu keçmişə yönəlikdir, gərək səhv eləməzdin. Bunu keçmişdi yaxı, niyə səhv elədin? Sanki uşağı səhvinə görə mühakimə edirsən, günahlandırırsan və cümlənin quruluşuna da baxsan, din, keçmiş, eləməzdin, keçmişdə eləmirsən bu səhvi, keçmişə yönəlmişdir. Amma desəm ki, bunu düz işləmirsən, bunu belə eləsən daha yaxşı olar. Artıq səhvini düzəltməsi üçün istiqamət verirəmsə uşağa, deməli onu gələcəyə yönəldirəm, inkişafa yönəldirəm, bu gələcəyə yönümlüdür. Başqa bir rəy. Afərin, sən çox ağıllısan, həmişə belə davam elə. Bu, uşağın idraki fəaliyyəti ilə bağlı deyil, şəxsi keyfiyyəti ilə bağlıdır. Ağıl onun şəxsi, özünə məxsus bir şeydir. Mən öyrətməmişəm ki, bu ağıl ona. Allah veribdir, özündədir. Bu, emosional rəydir. Doğru deyil. Sən bugün nə öyrətmirsən uşağa? Onunla bağlı rəy verməlisən. Bayaq, misal üçün, bizim təlim məqsədimiz nə idi? Perimetr düsturundan istifadə edib məsələni həll etmək. İdraki fəaliyyəti ilə bağlı rəy verməlisən. Afərin, perimetr düsturunu bilirsən, amma məsələni yarıya qədər işləyirsən. Çalış, diqqətli ol, düsturu bir daha xatırla, göz önündə qoy, rəqəmləri düzgün istifadə ilə, nəticə əldə elə. Bu, idraki fəaliyyətlə bağlı rəy oldu. Yəni, nə öyrətmişəmsə, onunla bağlı rəy. Şəxsi keyfiyyəti ilə, ağlı ilə, yaddaşı ilə, sürətli oxuması ilə bağlı yox. Biri var, ümumi rəy. Afərin, yaxşıdır bugünkü fəaliyyətin. Nəyi yaxşıdır? Oxuması mı yaxşıdır, yazısı mı yaxşıdır, danışığı, nitqi mi yaxşıdır? Ümumidir, faydasızdır. Biri var, daha dəqiq, daha spesifik. Deyirəm ki, bax, çıxışında nitqin yaxşıdır, amma qarşı tərəf üçün anlaşılsın deyə tempi biraz da, belə deyək də, qoru, saxla, çox sürətli danışma. Bax, bu artıq daha dəqiqdir, daha spesifikdir. Uşaq bildi ki, nəyi yaxşıdır, nəyi pisdir. Bununla kifayətlənmir. Effektiv rəyin başqa detalları da var ki, onlara da əməl etmək vacibdir. Rəyi vaxtında bildirmək. Misal üçün, mən bir həftə keçib, indi rəy bildirirəmsə ki, sənin bu fəaliyyətin zəifdir, belə elə yaxşı olacaq. O faydasızdır. Üstündən bir həftə keçib, rəy vaxtında verilməlidir. Anında müdaxilə olunmalıdır uşağın həmin o səhvinə. Gecikmiş rəyin nə şagirdə, nə müəllimə heç bir qatkısı, faydası yoxdur. Rəy spesifik olmalıdır, dəqiq uşaq bilməlidir ki, səhvim nədir, düzüm nədir, istiqamət nədir mənim üçün bu rəydə. Rəy bizim gündəlik planımızla bağlı olmalıdır. Gündəlik planda təlim nəticəsində nədirsə, onunla bağlı əks əlaqə qurmalıyıq uşaqla. Planlaşdırmalıyıq. Öncədən həssaslıqla vermək bilirsiniz nədir? Uşağın rəy verəndə məcbur deyil bunun olması, amma məqsədə uyğundur ki, birinci düz yerinə yetirdiyi tərəfi, müsbət tərəfini deyək, sonra səhvini deyib istiqamət verək, yaxşımı? Yaxud da ki, həssaslıq odur ki, müqayisə etməyək uşaqları bir-biri ilə, bir-birinə nümunə çəkməyək. Bu, onları daha da ruhdan salır, onlar üçün faydasızdır. Daxili bir qıcıq yaradır uşaqda həmin şagirdə qarşı. İnkişaf etmək üçün yol göstərməlidir, yəni uşaq gələcəyə yönəlməlidir, istiqamət verməliyik. Səhvi özümüzün düzəltməyimiz effektiv deyil, amma istiqamət verək, ipucu verək, onunla bağlı bir sual ünvanlayaq, qoy uşaq özü öz səhvini düzəltsin, bu daha faydalıdır.
Uşağın özünü qiymətləndirməsini stimullaşdırmalıdır, motivasiyanı artırmalıdır, rəy peşəkarlıqla verilməlidir, şagirdin necə öyrənməsini onun üçün aydın hala salmalıdır, təlimin mərkəzində dayanmalıdır, yəni dərsin məqsədi ilə bağlı olmalıdır və s. Gəldik çatdıq summativ qiymətləndirməyə. Bax, bir də görsən ki, valideyn deyir ki, müəllim, bugün uşağın məktəb iş kitabçasında heç nə yazmamışsınız, bugün filan kəs necə idi, neçə alıbdı? Yaxud uşaq yaxınlaşır ki, ay müəllim, bu da cümlə yazdınız, bu indi nə deməkdir, 5 deməkdir, 3 deməkdir, 4 deməkdir. Siz doğru şəkildə maarifləndirmə aparmalısınız formativ qiymətləndirmə ilə bağlı. Deyirik ki, ay uşaq, ay şagird, o 5-dir, 4-dür, 3-dür, yekun qiyməti summativdə bilinəcək. Bu səbəb bugünkü fəaliyyətinlə bağlıdır ki, bunu eləyə bilirsən, burada zəifsən, bunu elə aradan qaldır. Bizim dərslərimizdəki qeydiyyatımız məqsədi, əhəmiyyəti budur ki, sən inkişaf eləyəsən. Sən gündəlik olaraq, belə deyək də, 5, 4, 3, 2 qəlibinə salmaq mahiyyəti daşımır bizim gündəlik fəaliyyətimiz. Valideynlər də bunu maarifləndirməliyik ki, gündəlik qiymət tələb eləmir uşaqdan. Qiymət olur summativdə. Yəni, summativə qədər formativ bünövrə mərhələsini daşıyır. Dama-dama göl olar. Dama-dama hər dərsdə öyrənir, gəlir summativdə üzə çıxır ki, yekun nailiyyət nədir, nə yerdədir, 2-dirmi, 3-dürmü, 4-dürmü, 5-dürmü, artıq o rəsmi sənədlərə işləndir. Sinif jurnalına, sinifdə qalıb-qalmamasını təyin edir və s. Yəni, valideynlərlə də, uşaqlarla da bunu maarifləndirmə işini aparmaq, formativi düzgün şəkildə çatdırmaq bizim öhdəliyimizdədir. Valideyndir, bu nə deməkdir, 5-dirmi, 4-dürmü, denən valideyn. İstiqamət vermişəm orada. Dərsdə mən verirəm bu istiqaməti, evdə də sən məşğul ol. Bizim gündəlik 5 almaq, 4 almaq deyil məqsədimiz. Bizim gündəlik uşağı inkişaf etdirmək, uşağa mövzunu mənimsətmək, təlim nəticəsinə çatmasını təmin eləməkdir işimiz. O valideyn də bilsin ki, aha, gündəlik dərslərin mahiyyəti budur. Yoxsa gündəlik dərsin mahiyyəti uşaq evə neçə qiymətlə gələcək, bu deyil. Bu deyil. Summativ qiymətləndirmə. Budur yekunlaşdırıcı xarakteri daşıyan. Yekunlaşdırıcı xarakteri o deməkdir ki, müəyyən müddətə qədər bu uşaq öyrənib, indi görək nə öyrənibdir. Artıq rəsmi sənədlərə işləniləcək kəmiyyətli şəkildə, bal və qiymət şəklində. Yarım ilin sonunda kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə. Bölmələrin sonunda kiçik summativ qiymətləndirmə. Elə olar ki, bölmə sonuna çatmırıq. Bir neçə mövzudan bir, 4-5 mövzudan bir kiçik summativ qiymətləndirmə həyata keçirə bilərik. Və bir yarım ildə kiçik summativlərin sayı 3-dən az olmalı deyil, 6-dan çox olmalı deyil, buna diqqət yetiririk. Kiçik summativ qiymətləndirmənin sualları orijinal suallar olmalıdır. Ay, internetdən çıxartdırım, bunu paylaşmışdılar, götürüm, kıser-kıseliyim. O materiallar uşaqlar üçün əl çatandır. Uşaqlar indi bu dəqiqə hamımızdan çox bilirlər. Baxır ki, kimyadan tutaq ki, 4-cü summativ olacaq, girir internetə yazır, kimya 7-ci sinif üzrə 4-cü KSG. Nə qədər material çıxır, oturur onların cavablarını əzbərləyir. Gəlir ki, müəllim elə internetdəkini gətirib işlədir ki, bizə. Tap cavabları işarələyir. Olmaz. Nə siz o zaman obyektiv aparmırsınız qiymətləndirməni, nə də peşəkar aparmırsınız. Özünüz tərtib eləməlisiniz, orijinal suallar olmalıdır. Bir də görsən, uşaq gəlmir həmin gün dərsə. Sabah gəlir, müəllim səhv eləyir. Götürür, eyni summativi qoyur qabağına ki, işlə. Bu uşaq o bir uşaqlardan cavabları çoxdan soruşub. Oturur 5 dəqiqə tap yazır, verir. Olmaz. Gəlməyən uşaq üçün yeni bir material verilməlidir. Eyni material verilməlidir, obyektiv aparmırsınız onda qiymətləndirməni. Summativ qiymətləndirmələrdə də kiçik summativ qiymətləndirmənin keçirilməsi fən müəllimliyi öhdəliyindədir. Böyük summativin keçirilməsi fən müəllimliyi öhdəliyində deyil, məktəb rəhbərliyi öhdəliyindədir. İstifadə eləməsinlər sizdən, hüquqlarınızı bilin. Yəni, bu nə deməkdir? Siz böyük summativlər üçün materialı verirsiniz. Tutaq ki, məktəbdə 5 dənə riyaziyyat müəllimi var. 5-dən də summativ üçün suallar və cavablar alınır. Məktəb bazasında qarışdırılır, ortaq material yaradılır. Yaxşı olar ki, o böyük summativ qiymətləndirmə ümumiyyətlə dərs müddətində keçirilməli deyil. Hansı müəllimin dərs saatına girməli deyil, proqrama girməli deyil. Dərsdən əlavə bir vaxtda keçirilməlidir və oradakı nəzarətçi müəllim o uşağa dərs deyən yox, dərs deməyən müəllim olmalıdır şəffaflıq baxımından.
Böyük summatifi siz götürüb illik planda yazmalı deyilsiniz. Böyük summatifi siz məktəbin sinif jurnalı var, orada mövzuların içində yazmalı deyilsiniz. Arxada bəli, onun biz işləyirik fən müəllimi olaraq. Eyni zamanda yoxlanması da bizə aiddir fən müəllimi olaraq, qiymətləndirilməsi. Kiçik summativdə isə hər şey bizə aiddir. Dərs saatında keçirilir 45 dəqiqədə kiçik summativ, amma böyük summativ 45-90 dəqiqədir. Bir də 4-cü siniflərdə böyük summativ 45 dəqiqə aparılır. O 45 dəqiqəni də bəzən müəllimlər səhv edir. Yarısında vərəqləri yığır uşaqlardan. Olmaz. Bir də görsən elə müəllim var, oturur elə orada dərsdə yoxlayır. Olmaz. 45 dəqiqə saniyəsinə qədər şagirdə summativi işləməyə verilməlidir. Bu onun hüququdur şagirdin. Və növbəti dərsdə mütləq müzakirə olunmalıdır ki, bax səhvlərimiz buradadır, istiqamət verilməlidir ki, uşaq gələcəkdə o səhvləri təkrarlamasın. Nəticələr də hamının içində açıb ağardılmalı deyil. Ayrı-ayrı zərflərdə yaxud hərənin öz vərəqi özünə paylanılaraq balı qiyməti ilə tanış olsa kifayətdir. Hə, 52 alıb uşaqlar. Elan eləməyə ehtiyac yoxdur. Summativ qiymətləndirmədə açar sözlərimiz son nailiyyəti müəyyənləşdirir, yekun nailiyyəti müəyyənləşdirir. Həmin ərəfəyə qədər, həmin müddətə qədər hansı alt standartları reallaşdırmışıqsa, onları ölçməyə xidmət eləyir, ölçmək bura aiddir. Amma məzmun standartını mənimsətmək formativdir, ölçmək, yoxlamaq summativdir. Şagirdləri bir-biri ilə müqayisə edir, bilirsiniz nə deməkdir? Misal üçün, bu əlaçılardır, zərbəçilərdir, bunun sayəsində üzə çıxır. Burada rəy nəzərə alınmır, öncədən müəyyən olunmuş bir vaxtda keçirilir. Hətta tədris ilinin əvvəlindən artıq müəllim kiçik summativlərin vaxtlarını uşaqlara elan eləməlidir. Bilsinlər işləri inadır. Rəhbərlikdəki böyük summativ vaxtlarını koridordan asıb vurmalıdır. Sonra kəmiyyətlə, yəni rəqəmlə yeganə olan qiymətləndirməmizdir. Keçmişə yönəlib, çünki keçmişdə keçdiklərimizi yoxlayırıq biz bundan 1 ay bundan əvvəl, 3 ay bundan əvvəl və s. Ancaq tapşırıq vermə üsulu ilə keçirilir. Bu nə deməkdir? Bu test tapşırığı da ola bilər. Bu esse tapşırığı ola bilər. Təsviri incəsənətdə rəsm tapşırığı ola bilər. Texnologiyada əl işi hazırlamaq tapşırığı ola bilər. Musiqidə hansısa musiqi alətində ifa etmək tapşırığı ola bilər. Hər fərnin xarakterinə uyğun bu tapşırıq dəyişilə bilər. Bir neçə mövzudan bir bölmə sonunda KSG, yarım il sonunda BSG nəticəsini də sinif jurnalında, məktəbli kitabçasında 50 yerdə işləyirik. Elektron jurnalda, məktəbli kitabçasının arxasındakı rubrikdə, nə bilim mən, dəftərdə. Yəni rəsmi nəticəsi nəzərə alınır. Bu bilinir ki, uşağın illik qiyməti nədir, yarım il qiyməti nədir, sinifdə qalacaq, sinifdən sinifə keçəcək deyə 40 yerə yazırıq bu nəticəsi. Və qiymətləndirmə standartlarına əsasən keçirilməlidir. Qiymətləndirmə standartları belədir ki, oradakı tapşırıqlar 4 çətinlik səviyyəsində müəyyənləşməlidir. Yəni içində həm asan, həm orta, həm çətinə yaxın, həm çətin tapşırıqlar olmalıdır və bal bölüşülməlidir. 100 ballıq şkala ilə ölçülür summativ. 100 balın 20%-ni birinci səviyyə tapşırığı, 30%-ni 2, 30%-ni 3, 20%-ni ən çətin olan 4-cü səviyyə tapşırığı uşağa qazandırmalıdır. Hər tapşırığın qarşısında o tapşırığın misal üçün 5 ballıqdırmı, 10 ballıqdırmı, 20 ballıqdırmı yazılıb qoyulmalıdır ki, uşaq bilsin. Ən aşağı səviyyə 1-ci səviyyədir, orta səviyyə 2-dir, yaxşı 3-dür, ən yüksək 4-dür, 80-100 aralığıdır, yəni 81 daxil olmaqla, 80 daxil deyil. Ən yüksək qiymətli 61 daxil olmaqla 81-ə qədər yaxşı hesab olunur. 31-dən sonra halbuki 61-ə qədər orta hesab olunur. Ki, burada mən əslində vermişəm o cədvəli bal qiyməti aralığını ki 2-dir 30 daxil olmaqla 31 artıq 3 hesab olunur. 61 artıq 4 hesab olunur. 81 və 100 də daxil olmaqla 5 hesab olunur. Bax, bu bal qiymət aralığıdır. Yüzdə indi proqram var, rahat proqramla hamı hesablayır. BSG-ləri, KSG-ləri, illik qiymətləri, yarım il qiymətləri, amma özümüzü bilməyimiz yaxşıdır. Böyük summativ elə fənlər var ki, var. Misal üçün, böyük summativ, ümumiyyətlə, birinci sinifdə summativ yoxdur, nə kiçik, nə böyük. 2-də, 3-də böyük summativ yoxdur. İlk böyük summativ başlayır 4-cü sinifdən. Tərləmişəm saçım. Hə,
Sonra 4-cü, 9-cu, 11-ci siniflər səviyyənin sonu olduğu üçün buraxılış sinifləri hesab olunur. Bütün keçdikləri fənlərdən BSG verirlər. Yerdə qalan 5-dir, 6-dır, 7-dir, 8-dir, 10-dur. Bunlarda bütün fənlərdən yox, buraxılış fənlərindən xaricidir, Azərbaycan dili, riyaziyyatdan olur böyük summativ, qalanlarından KSG olur. Hansı ki o fəndən böyük summativ var, onun yarım illik qiymətində BSG də nəzərə alınır. Hansında ki böyük summativ yoxdur, onda yarım il qiymət həmin yarım il ərzində keçirilən həmin uşaq üçün summativ nəticələrini toplayır, sayına bölür, bu olur o yarım illik qiyməti. Onun 40%-ni götürüb, BSG nəticəsinin də 60%-ni götürüb toplayır. Həmin uşaq üçün olur bu yarım il qiymət. Harada ki, həmin fənn üzrə BSG var. Misal üçün, Azərbaycan dili, riyaziyyat, xarici dil həmişə bu düsturla hesablayır. Sonra illik qiymətdəki birinci yarım illə ikinci yarım ili toplayıb, ikiyə bölüb həmin uşaq üçün illik qiyməti təyin edilir. Müəyyən say limiti var da, neçə dənə fəndənsə illik qiyməti 2 olanda uşaq qalır sinifdə. Qayıb söhbət də var. Tədris ilin yarıdan çoxu qayıbdırsa, uşaq qalır sinifdə. Beynəlxalq qiymətləndirmə hər il proqramda adı verilir, amma çox da düşmür imtahana, yenə də bilməkdə fayda var. Beynəlxalq qiymətləndirmənin TEMIS proqramı budur ki, riyaziyyat və təbiət elmlərinə dair, həmçinin texnologiya və mühəndislik üzrə bilikləri ölçür. 4 ildən bir, 4-cü sinif və 8-ci siniflərdə keçirilir. 4 ildən bir keçirilir və həmin o 4-cü siniflər, imenli həmin siniflər, başqa sinif yox. Gəlib 8-də oxuyanda 4 il budur, 4 il keçir üstündən. Bir də onlarla qiymətləndirmə aparırlar ki, görün bu riyaziyyat təbiət elmlərində irəliləyiş var yoxsa yoxdur. PIRS isə oxu və oxuyub anlama ilə bağlı, mətni anlama ilə bağlı bir qiymətləndirmədir. 4-cü siniflərdə keçirilir. Görün ibtidaidə bu uşağın oxuyub anlaması necə formalaşıbdır. 5 ildən bir həyata keçirilir adətən. PISA-da uşaqların daha çox STEM bacarıqlarını ölçür, texnoloji bacarıqlarını ölçür. 15 yaşlı uşaqlar üçün həyata keçirilir. Oxu, riyaziyyat, təbiət elmləri üzrə bu 3 kateqoriyadan ibarətdir. 10-11-ci siniflərdə 3 ildən bir keçirilir. 3 ildən bir keçirilir. 3 kateqoriyalı qiymətləndirmədir. Belə 3 fənn üzrə oxu, riyaziyyat, təbiət fənni üzrə qiymətləndirməyi 3 rəqəmli PISA-ya aid edə bilərsiniz. PISA deyəndə ağlımıza pizza dilimi gəlsin. Necə 3 bucaqdır da 1, 2, 3. 3, 3, 3. 3 kateqoriya üzrə, 3 fənn üzrə 3 ildən bir keçirilir. Tamam mı? Qiymətləndirmədən həm sertifikasiyada, həm miqdar ən azı bir sualınız var. Ən çoxu 2 sualınız var. Hətta elə seans var ki, 3 sual olur, bir dənə də effektiv rəy qoşurlar da qiymətləndirməyin yanına. Amma suallar belə çətin suallar düşmür. Test bankını qiymətləndirmədən işləyən adam gedib o sualların öhdəsindən rahatlıqla gələ bilir. Test bankından çətin düşmür. Yəni, test bankında nə verilibdir? Məsələn, axırıncı imtahan suallarını dedim də mən sizə. Verilənlərdən biri formativ aid deyil. Verilənlərdən biri diaqnostik xarakterini daşımır. Konkret, uzun-uzadı yox. Hərəsi bir cümlədən ibarətli variantlar. Rahat, əgər bilirsinizsə, mövzunu mənimsəmişsinizsə, rahat işləyə bilirsiniz həmin test tapşırıqlarını. Belə. Allah sizə açıqlıq versin müəllimlər. Görüşərik növbəti dərsimizdə. Özünüzə yaxşı baxın. Hələlik.